Mən Həsənov Əfsan Əloğlu Yevlax rayon Kövrəkəndində qeydiyyatdayım. Xətai rayonu Enzes qəsəbəsində kirada qalıram. Gözükür uşağımla bağlı. Uşağımı hara aparıram əməliyyata qarantin vermirlər. Xətai rayonu Enzes qəsəbəsində kirada qalıram. Mən ay yarımdır evimin kirasını verə bilmirəm. Ağşəhər Zəfər Parkında işləyən zaman oktyabrın 22-si qol çəkib işə girmişəm. Oktyabrın 30-u qoluma yuxarıdan dəmir düşüb. Müdürüm Samir mənim dedi, heç ara məlumat vermə. 3 ay sənin təzminatını ödənəcək. Məni nə həkim apardılar, nə bir şey elədilər. İş getdi, Xətai rayonu prokuroruna çıxdı. Xətai rayonu prokuroruna çıxdı. Sərdar müəllimə, Aqil müstəntiqinə Sərdar müəllimə. Sərdar müəllim dedi ki, narahat olma, sənin 3 ay təzminatını ödənəcək. Mənim 1050 manatım qalmışdı. Cənab Prezident, Cənab Nazir Vilayət Əvəzov, Cənab Kamran Əliyev Baş Prokuror, buradan sizə müraciətimi bildirəm. Bütün kanallara müraciət edən mənim videomu ictimailəşdirir. Mən ay yarımda evimin kirasını verə bilmirəm. Uşağımın gözünün damcı dərman ala bilmirəm. Cənab Nazir, Cənab Prezident, Cənab Kamran Əliyev Baş Prokuror, buradan sizə müraciətimi bildirəm. Bütün kanallara müraciət edən mənim videomu ictimailəşsin. Sərdar müəllim məni öz otağına çağırıb dəvət elədi. Prokuror, Xətai rayonu prokuroru Sərdar müəllim dedi ki, narahat olma. Aqil müstəntiqi də çağırdı öz otağına. Dedi Həsənov Əfsanın qalan 1050 manatını, təzminatını ödətdir. Ki, müdürün Samir müəllim ha vaxt versə, onda sağ pul veriləcək. O pul mənim özüm idi. Sağ sənədlərə qol çəkdirəndən sonra şikayətim yoxdur. Mən də dedim yox. İndi bax qalmışam çıxılmaz vəziyyətdə. Mən cənab prezident, cənab nazir, cənab prezident, cənab nazir, cənab baş prokuror Kamran Əliyev buradan sizə müraciətimi bildirirəm. Bütün kanallara müraciət edən mənim videomu ictimailəşdirsin. Sözüm buracandır.